Sir dünya üçün. Liza Nikos. İnsanların belə bir adəti vardır. Onlar xoşlarına gələn bir şeyə baxarkən, "Bəli, bundan xoşum gəlir. Mən də bundan istəyirəm" deyə söyləyirlər. Bununla yanaşı, istəmədiklərini gördükləri anda onu sanki həyatlarından çıxaracaq, məhv edəcək, siləcəklərmiş kimi təşəbbüslər göstərərək ona bir o qədər də enerji verirlər. Bugünkü cəmiyyətimizdə biz istəmədiklərimiz hadisələrlə mübarizə aparmaqdan zövq alırıq. Kasıblıqla, xərçənglə, müharibə əleyhinə mübarizə, narkomaniyaya qarşı mübarizə, terrorizm və zorakılıqla mübarizə və s. İstəmədiklərimizə qarşı mübarizə bizim həyatımızın qayəsinə çevrilmişdir. Lakin bilmirik ki, bu mücadilə daha çox mübarizə mənbəyi yaradır. Hale Dvoskin, müəllim və Sedona üsulu kitabının müəllifi. Diqqətimizi üzərində topladığımız hər bir şeyi həm də yaratmış oluruq. Misal üçün, biz ardıcıl döyüşlərə, çarpışmalara və əzablara içdən qəzəbləndikcə onlara daha çox enerji vermiş oluruq. Biz kədərlənirik və qəzəblənirik. Bu da öz növbəsində yalnız müqaviməti artırır. Həyatda nəyin əleyhinə çıxırsansa, o sənə inadkarlıq göstərir. Bob Doyle. Biz bir şeyin əleyhinə çıxarkən öz-özümüzə deyirik: "Yox, mən bunu istəmirəm." Çünki o məni elə hisslər duymağa vadar edir ki, hazırda duyduğum kimi, elə buna görə də müqavimət göstərməyə çalışdığımız hər bir şey bizə qarşı dirənməyə başlayır. Siz, mən həqiqətən bu hissləri yaşamağı sevmirəm fikrinə çox güclü hisslər ayırırsınız və buna görə də o sizinlə qarşılaşmağa can atır. Nəyəsə qarşı müqavimət göstərmək sanki hazırda televizorda nümayiş olunan təsvirləri dəyişməyə cəhd göstərməyə bənzəyir. Bu səmərəsiz bir işdir. Sizə yalnız öz daxilinizə nəzər salıb düşüncə və duyğularınız vasitəsilə başqa siqnal göndərərək yeni təsvirləri yaratmaq lazımdır. Siz əgər nəyəsə qarşı çıxırsınızsa, o zaman sevmədiyiniz məqamlara daha çox güc və enerji verirsiniz. Bu zaman sizi daha çox hiddətləndirə biləcək şeyləri cəzb edirsiniz. Bu vaxt sizi kədərləndirən hadisələr və şərait daha da güclənəcəkdir. Çünki kainatın qanunu belədir. Jack Canfield. Müharibə əleyhinə hərəkatlar daha çox müharibələr yaradır. Narkotika əleyhinə mübarizələr isə daha çox narkomaniyanın vüsət almasına gətirib çıxarır. Ona görə ki, biz düşüncələrimizi istəmədiklərimiz üzərində səfərbərliyə alırıq. Liza Nikos. İnsanlar nəyisə məhv etmək üçün fikirlərini onun üzərində toplamalı olduqlarına inanırlar. Sədaqət, sevgi, rifah dolu həyat, təhsil və sülh üzərində düşüncələri səfərbər etmək yerinə hər hansı bir problemə bütün diqqətini ayırmağının nə mənası var? Jack Canfield. Tereza ana öz fikrini belə ifadə etmişdir: "Mən heç bir zaman müharibə əleyhinə olan nümayişə getmərəm. Nə zaman ki sülh üçün nümayiş keçirərsiniz, o vaxt məni də dəvət edin." O sirri anlamış və dünya üçün etdikləri isə göz qabağındadır. Hale Dvoskin. Əgər müharibə əleyhdarısınızsa, o zaman daha yaxşı olar ki, sülh tərəfdarı olasınız. Əgər aclıq əleyhdarısınızsa, o zaman insanları qida ilə təmin etmək tərəfdarı olun. Əgər siz hər hansı bir siyasətçinin əleyhinəsinizsə, o zaman onun rəqibini dəstəkləyin. Seçkilərdə daha çox əhalinin böyük əksəriyyətinin etiraz etdiyi şəxs qazanır. Çünki o bu şəkildə daha çox diqqət və enerji alır. Bu dünyada hər şey bir fikirdən başlayır. Böyük bir kütlənin hər hansı bir hadisə üzərində dayanması ilə o böyüyərək əhəmiyyət daşımağa başlayır. Sonra isə bizlərin düşüncələri və hissləri bu hadisəni bir yaşam boyu yaddaşlarda qoruyaraq onun daha çox böyüməsinə səbəb olur. Lakin diqqətimizi ondan ayıraraq fikirlərimizi sevgi üzərində səfərbər etsək, o çox yaşamaz, buxarlanıb yox olar. Yadda saxlayın, bu idrak üçün çox çətin olması ilə yanaşı bir çox yeni möhtəşəm fikirlərin də yaxalanmasıdır. Yadda saxlayın, hansı maneələrin və harada olmasının heç bir əhəmiyyəti yoxdur. Bunun kimə təsir edəcəyi də vacib deyil. Sizin özünüzdən başqa heç bir pasiyentiniz yoxdur. Sizin işiniz yalnız həyata keçirtmək istədiyiniz məqsədlərinizə özünüzü inandırmaqdır. Jack Canfield. İnsanın diqqətini istəmədiyi bir şeyin cəlb etməsi adi haldır. Çünki o ziddiyyət yaradaraq bunları söyləməyə məcbur edir. Mənim istədiyim bax budur.
Lakin bu da danılmazdır ki, siz nə qədər istəmədiyiniz şey haqqında və yaxud oxuduğunuz pis şeyin necə dəhşətli olması barəsində danışırsınızsa, o zaman həmin şeyləri daha çox yaratmış olursunuz. Siz neqativ fikirlər üzərində köklənərək dünyaya kömək edə bilməzsiniz. Diqqətinizi dünyadakı pis hadisələr üzərində toplayarkən onlara daha çox enerji qatmaqla yanaşı bir çox xoşagəlməzlikləri də öz həyatınıza gətirirsiniz. Əgər həyatınızda arzu olunmaz səhnələr ortaya çıxırsa, bu səhnələr düşüncə tərzinizi dəyişmək və yeni bir siqnal göndərmək üçün sizə göndərilən bir ismarışdır. Bu əgər dünya ilə bağlı hadisə olsa belə, siz yenə də gücsüz deyilsiniz. Bütün güc sizdədir. Fikirlərinizi hər kəsin xoşbəxt olması üzərində səfərbər edin. Fikirlərinizi ərzaq bolluğu üzərində səfərbər edin. Öz qüdrətli düşüncələrinizi istəkləriniz səmtinə yönəldin. Ətrafınızda nə baş verməsindən asılı olmayaraq rifah və sevgi şüalandıracağınız təqdirdə siz dünyaya çox şey verə bilərsiniz. James Ray. Çox vaxt insanlar mənə deyir: "Yaxşı James, axı mən informasiyalardan xəbərdar olmalıyam." Düzdür, siz baş verənlərdən xəbərdar olmalısınız. Lakin bu o demək deyildir ki, siz tamamilə məlumatlar içində itib batmalısınız. Sirri açdıqdan sonra mən bir daha televiziyada xəbərləri izləməyəcəyimə və qəzet oxumayacağıma qərar verdim. Çünki onlar mənim əhvalımı korlayırdı. Xəbər mərkəzlərini və qəzetləri heç vaxt bəd xəbər yaymaqda günahlandıra bilmərik. Bunun üçün məsuliyyət cavabdeh qlobal cəmiyyət olaraq bizim öhdəmizə düşür. Biz başlığında hər hansı bir faciədən bəhs edən qəzetləri daha çox alırıq. Milli və ya beynəlxalq fəlakət baş verdiyi zaman xəbər kanallarının reytinqi göylərdə ucalır. Bütöv bir cəmiyyət olaraq bizim istədiklərimizi nəzərə aldığı üçün qəzet və informasiya mərkəzləri daha çox pis xəbərləri yayır. Kütləvi informasiya vasitələri sadəcə nəticədir, səbəbkar isə bizik. Sadəcə olaraq bu cazibə qanununun fəaliyyətidir. Biz yalnız öz düşüncələrimizi istəklərimiz üzərində səfərbər etdiyimiz zamandan etibarən qəzet və xəbər mərkəzləri dəyişərək bizə başqa məlumatlar verməyə başlayacaqdır. Michael Bernard Beckwith. Sakitləşməyi, ittihamlarınızı və diqqətinizi İstəmədikləriniz üzərindən ayıraraq öz görmək istədiklərinizə dəyişməyi öyrənməlisiniz. Enerji diqqətin yönəldiyi səmtə axır. Səmimi düşün və sənin fikirlərin dünyanın bütün acılarını doyuracaqdır. Siz öz varlığınızın mənasını dərk etdikcə bu dünyaya fenomenal təsir gücünə malik olduğunuzu da dərk etməyə başlayırsınızmı? Əgər düşüncələrinizi yaxşılıqlar üzərində cəmləyərək özünüzü daha yaxşı hiss edərsinizsə, dünyaya və eyni zamanda öz həyatınıza da daha çox yaxşılıq gətirmiş olarsınız. Sizin yaxşı ovqatınız həyatınızda və dünyada ruh yüksəkliyi oyadar. Fəaliyyət zamanı qanun mükəmməldir. Doktor Ken Demartini. Mən hər zaman deyirəm, başqalarının fikirləri deyil, öz daxilinizdən gələn səs və təxəyyülünüz dərin və şəffaf olarsa, yalnız o zaman siz öz həyatınızın sahibi olacaqsınız. Liza Nichols. Ətrafınızda olan insanları və ya dünyanı dəyişmək sizin vəzifəniz deyil. Sizin vəzifəniz kainat daxili axına düşərək ona itaət etmək və onu olduğu kimi qəbul edərək dünyanın varlığına sevinməkdir. Siz öz həyatınızın sahibisiniz və kainat sizin tezliyə yüklənən hər bir əmrinizə cavab verir. Həyatınızda istəmədiyiniz səhnələr ortaya çıxıbsa, ruhdan düşməyin. Onlara görə cavabdehliyi öz üzərinizə götürün. Bacara bilsəniz, hər şeyi boşlayın və onları özünüzdən uzaqlaşdırın. Sonra isə öz istəkləriniz üzərində bir daha düşünün. Onları daxilən hiss edin və o artıq həyata keçdiyi üçün təşəkkür edib minnətdar olun. Kainat zəngindir. Doktor Joe Vitale. Çox vaxt mənə belə suallar verirlər. Əgər hamı sirdən istifadə edərək kainatla kataloq kimi davranarsa, məyər yaxşı şeylər bitməzmi? Axı, hamı ora can atacaq və bank iflas edəcək? Michael Bernard Beckwith. Sirri öyrənməyin əsas gözəlliyi də odur ki, bu zaman dünyada hər kəsə kifayət etdiyindən də artıq hər şeyin orada olduğunu anlayırsınız. İnsan beynində virus kimi oturan bir yalan vardır. O bundan ibarətdir. Yaxşı şeylər hər kəs üçün deyil. Onun sayı məhduddur və ya sadəcə olaraq o hər kəsə çata bilməz.
Bu yalan insanları qorxu, həyəcan, tamahkarlıq və xəsislik içində yaşamağa sövq edir. Çatışmazlıq və ehtiyac haqqında düşüncələr bu zaman onların həyat təcrübələrinə dönür. Sanki dünya dəhşətli bir yalan həbi udmuşdur. Lakin əsl gerçək isə budur ki, dünyada bütün maddi və mənəvi nemətlər hər bir kəsə çata biləcəyindən daha boldur. Dünya həddindən çox yaradıcılıq ideyaları ilə, kifayət qədər güclü və həddən artıq sevgi ilə doludur. Bura artıqlaması ilə sevinc və fərəhlə zəngindir. Bütün bunlar yalnız əqlin və öz hüdudsuz təbiətini dərk etdikdən sonra sizə tərəf gəlməyə başlayır. Nemətlərin çatışmazlığı haqqında fikirlər sadəcə seyirci düşüncəsi, hər bir yaxşı şeyin hər kəsə çatmadığı qənaətinə gəlmək deməkdir. Siz belə düşündükdə şübhəsiz daha çox məhrumiyyət və ehtiyacla üzləşəcəksiniz. Siz artıq bilirsiniz ki, həyatımıza heç nə çöldən gəlmir. Hər şeyin ilkin başlanğıc nöqtəsi içimizdən, hiss və düşüncələrimizdən yaranır. Əşyaları yaradan qüvvə sizin əqlinizdədir. Beləliklə, bu zaman bizim nə çatışmazlığımız ola bilər ki? Çox çətin ki, belə şey olsun. Sizin düşünmək qabiliyyətiniz sərhəd tanımır. Odur ki, fikirlərinizin yardımı ilə gerçəkləşdirmək qabiliyyətinizin də qarşısını heç nə ala bilməz. Bu, hər bir kəs üçün keçərlidir. Bunu həqiqətən dərk etdiyiniz zaman, deməli artıq əqliniz öz danılmaz, sonsuz təbiətini anlamışdır. James Ray, bu dünyaya gəlmiş, köçmüş, hər bir böyük mütəfəkkir dünyanın bolluq dünyası olduğunu söyləmişdir. Qanunun əsas mahiyyəti budur ki, siz bolluq haqqında düşünməlisiniz. Bolluğu görməli, bolluğu davamlı duymalı və ona inanmalısınız. Qıtlıq haqqında hər hansı bir düşüncəyə ağlınızın ucundan belə keçməyə macal verməyin. John Assaraf, ona görə də təbii ehtiyatların bitdiyini zənn edərkən bizə eyni sərvətlərə malik olmaq imkanını tanıyan yeni təbii ehtiyatlar mənbəyi tapırıq. Belizdən olan bir dəstə neftçinin başına gələn, insanda ruh yüksəkliyi oyadan gerçək əhvalat təbii ehtiyatlar axtarışı zamanı insan şüurunun gücünü nümayiş etdirən ən gözəl nümunələrdən biridir. Beliz Natural Energy MMC-nin müdirləri insan fiziologiyası üzrə mütəxəssis olan görkəmli Dr. Tony Quinn'in yanında təlim keçirdi. Dr. Quinn'in təlimindən sonra müdirlər Belizin neft istehsalı üzrə qabaqcıl dövlət olacağına, qurduqları mental təxəyyülün gerçəkləşəcəyinə əmin idilər. Onlar cəsarətli addım ataraq Spanish Lookout bölgəsində neft axtarışlarına başlamağa qərarı aldılar. Qısa bir il ərzində onların arzuları, xəyalları gerçəkləşdi. Beliz Natural Energy MMC yüksək keyfiyyətli neft yataqları aşkar etdi, lakin digər 50 şirkət isə heç bir şey tapa bilmədi. Heç bir şeyə məhdudiyyət və məhrumiyyət yoxdur, nə təbii ehtiyatlarda, nə də bir başqa şeydə. Məhrumiyyət yalnız insanın idrakındadır. Nə zaman ki idrakımızın hədsiz yaradıcı gücünü özümüzə aça biləcəyik, yalnız o zaman biz bolluq və rifahı göz önünə çəkib qarşımızda tamamilə yeni bir dünyanın açılacağını görəcəyik. Dr. Ken Demartini, biz çatışmazlıq hisslərini keçirərkən gözlərimizi açıb ətrafımızda olan bolluğu görməyi sadəcə bacarmırıq. Dr. Vitali, bilirsiniz, insanlar ürəkləri istəyən kimi yaşamağa başladıqda və arzularına çatmağa can atarkən eyni şeyləri arzulamırlar. Gözəllik də elə bundadır. Biz hamımız BMW istəmirik. Biz hamımız eyni şəxslə yaşamaq istəmirik. Hamımız eyni hissləri duymaq və ya eyni paltarı geyinmək istəmirik. Siz burada bizim ecazkar planetdə yaşayırsınız. Öz həyatınızı qurmaq üçün möhtəşəm qüvvə ilə təltif olunmusunuz. Özünüz üçün yarada biləcəkləriniz heç bir məhdudiyyət tanımır. Çünki yaratmaq bacarığınız, düşünmək qabiliyyətiniz sərhədsizdir. Çünki heç bir şəxsin əvəzinə fikirləşə bilməzsiniz. Əgər başqalarını öz rəyinizlə ayaqlaşmağa məcbur edərsinizsə, o zaman siz həmin zorakılığı yalnız özünüzə cəzb etmiş olacaqsınız. Bunun üçün də qoyun hər kəs həyatını öz istədiyi kimi qursun. Michael Bernard Beckwith, burada hər kəs üçün hər bir şey kifayət qədərdir. Siz əgər buna inansanız, bunu görə biləcəksinizsə və bu fikir əsasında hərəkət edəcəksinizsə, o sizin üçün gerçəyə çevriləcəkdir. Həqiqət belədir. Əgər ehtiyac içindəsinizsə, əgər yoxsulluğun və ya xəstəliyin qurbanısınızsa, bu malik olduğunuz qüvvəni ya dərk etməməyinizdən, ya da ona inanmamağınızdan irəli gəlir.
İstədiklərinizi sizə vermək kainat üçün problem deyil. Hər şey hamıya, heç bir qərəz olmadan təklif olunur. Kainat hər bir əşyanı, hər bir insana cazibə qanununa əsasən təklif edir. Sizin istədiyiniz hər bir şeyi öz həyatınıza gətirmək və onu öz həyat təcrübənizə çevirmək kimi seçiminiz vardır. Özünüz və hamı üçün hər şeyin bol olmasını istərdinizmi? O zaman onu seçin və bilin. Hər şey üçün bolluk mövcuddur. Təbii ehtiyatlar tükənməzdir. Həddindən daha artıq gözəlliklər vardır. Bizlərdən hər birinin öz düşüncə və hisslərinin vasitəsilə gözlə görülməyən, məhdudiyyət tanımayan mənbədən istifadə etmək və onu öz həyatına gətirmək bacarığı vardır. Beləliklə, özünüz üçün seçim edin, çünki bunu yalnız siz bacarırsınız. Liza Nikos. Sevinç, eşq, zənginlik, tərəqqi, səadət, istədiyiniz hər bir şey sizin üçün hazırdır. Hamısı sizin onları nə zaman əldə edəcəyinizi gözləyir. Siz bunlara doğru can atmalısınız. Niyyətiniz bu olmalıdır. Nə zaman ki məqsədli şəkildə öz istəyinizə doğru hərəkət edib cuşa gələcəksiniz, o zaman kainat istəmiş olduğunuz hər bir şeyi sizə çatdıracaqdır. Ətrafınızda olan gözəllikləri və ecazkarlığı duyun. Onlara xeyir-dua verin və məth edin. Lakin işləriniz arzuladığınız kimi getmirsə, öz enerjinizi kimisə günahlandırmağa və şikayət etməyə sərf etməyin. İstədiklərinizi qətiyyətlə seçin və o zaman onları daha çox qəbul etmiş olacaqsınız. Lizanın ətrafınızdakı hər şeyi xeyir-dua ver və məth etmək kimi müdrik sözləri həqiqətən qızıla bərabərdir. Həyatınızdakı hər bir şeyi tərifləyin və xeyir-dua verin. Siz tərif və xeyir-dua edərkən sevginin ən yüksək tezliyinə düşürsünüz. İncildə qədim Yəhudi xalqı xeyir-duadan sağlamlıq, var-dövlət və xoşbəxtlik qazanmaq üçün istifadə edirdi. Onlar xeyir-duanın gücünü bilirdilər. Bir çox insan xeyir-duanı digərlərinə onlar yalnız asqıranda verir. Deməli, onlar özləri üçün faydalı olan ən qüdrətli qüvvədən istifadə etmirlər. Lüğətdə xeyir-duanın mənası ilahi himayəni diləmək və ya tərəqqi və rifahla müqayisə kimi açıqlanır. Odur ki, xeyir-duanın gücünü elə indicə həyatınıza çağırın. Hər şeyə və hər kəsə xeyir-dua verin. Bu fikri tərifə də aid etmək olar. Siz kimisə və ya nəyisə tərif etdiyiniz zaman ona sevgi göstərmiş olursunuz və beləliklə siz ən yüksək tezliyi şüalandırdığınız üçün o yenidən 100 dəfə artıqlaması ilə sizə geri dönəcəkdir. Xeyir-dua və tərif xoşagəlməzliklərin yox olmasına gətirib çıxarır. Odur ki, düşmənlərinizə dua edin və onları tərifləyin. Əgər onlara lənət edirsinizsə, bu lənətlər sizə ziyan vurmaq üçün geri qayıdacaqdır. Lakin əgər siz xeyir-dua və təriflər edirsinizsə, o zaman bütün inciklikləri və ixtilafların yox olmasına səbəb olursunuz. Sevgi və rifah isə sizə geri dönür. Dr. Denis Suetli. Keçmişdəki bir çox rəhbər şəxslər sirrin bilikləri hər kəslə paylaşmalı olduqlarını öyrədən hissəsinə ya əhəmiyyət verməmiş, ya da onu bir o qədər də vacib saymamışdılar. Hazırda tarixin ən gözəl zamanı gəlib çatmışdır. İlk dəfədir ki, biz bu bilikləri hər kəslə paylaşmaq imkanı əldə edirik. Siz bu biliklərlə dünyanın, həmçinin özünüzün əsl mahiyyətinizi dərk edəcəksiniz. Sirrin dünya ilə bağlı hissəsinə olan təsəvvürlərim və fikirlərim Robert Collier'in, Prentice Mulford'un, Charles Enel'in və Michael Bernard Beckwith'in təlimləri əsasında yaranmışdır. Bu anlayışla mən tam müstəqillik əldə etdim. Əgər siz bunları dərk edə bilsəniz, öz varlığınızla və düşüncələrinizin gücü ilə dünya və insanlığın gələcəyi üçün çox böyük işlər görə biləcəksiniz. Sirlərin qısa məzmunu. Siz müqavimət göstərdiklərinizi cəzb edirsiniz. Çünki bütün duyğularınızla onun üzərinə səfərbər olursunuz. Hər şeyi dəyişmək üçün özünüzə nəzər salın. Düşüncələriniz və hisslərinizlə tamamilə yeni siqnal şüalandırın. Siz fikirlərinizi negativ hadisələr üzərində səfərbər etdikdə dünyaya heç bir yardım göstərə bilməyəcəksiniz. Diqqətinizi dünyadakı problemlər üzərində topladıqca onlara daha çox enerji verməklə yanaşı, arzu olunmayan hadisələri öz həyatınıza da cəzb edirsiniz. Fikirlərini dünya problemləri üzərində səfərbər etməkdənsə, diqqətini və enerjini etibar, sevgi, bolluk, təhsil, mehribanlıq, barış və sülhə yönəldin.
Biz heç bir zaman maddi və mənəvi nemətləri bitirə bilmərik. Çünki dünyada hər şey ehtiyac olduğundan daha artıqdır. Həyat bolluq üçün nəzərdə tutulmuşdur. Düşüncə və duyğularınızın köməyi ilə heç bir məhdudiyyət tanımayan mənbədən yararlanaraq sizin rifah əldə etmək və onu öz həyatınıza gətirmək bacarığınız vardır. Dünyadakı hər şeyi tərif və xeyir-dua edin. Bu zaman siz inciklik və ixtilafları yox edərək ən yüksəkdə olan sevgi tezliyinə köklənəcəksiniz. Sir sizin üçün. Doktor Ken Hakelin. Ətrafınızdakı hər bir şey, hətta öz vücudlarınız belə yalnız icebergin görünən tərəfidir. Bob Proctor. Bir anlıq bu barədə fikirləşin. Əllərinizə baxın. O bütöv görünür. Əslində isə bu belə deyil. Əgər onu mikroskop altına tutsanız, orada enerji kütləsinin titrəyişini görəcəksiniz. Ken Assaraf. Hər şey eyni bir maddədən düzəlmişdir. İstər əliniz, istər okean, istərsə də ulduzlar. Doktor Ben Kansan. Hər şey enerjidən təşkil olunmuşdur. Öz ifadəmə bir balaca açıqlama gətirməyimə izin verin. Kainatımız, qalaktikamız və planetimizdə ayrı-ayrı cisimlər və fərdlər mövcuddur. Hər bir fərdin vücudunda isə orqanlar sistemi, hüceyrələr, molekullar, atomlar və nəhayət enerji yerləşir. Kainatda bir çox sahə və səviyyələr mövcuddur. Çoxluğu isə enerji təşkil edir. Sirri özüm üçün açdıqda elmdə bununla bağlı hansı məlumatların olduğunu aydınlaşdırmaq istədim. Aşkar etdiklərim məni çox təəccübləndirdi. Elə zamanımızın ən gözəl xüsusiyyətlərindən biri budur ki, kvant fizikası sahəsindəki kəşflər və müasir elm sirrin və həmçinin bəşər tarixinin böyük mütəfəkkirlərinin əsrlər boyu bildikləri ilə üst-üstə düşmüşdür. Mən məktəbdə fizikanı yaxşı öyrənməmişəm. Bununla belə kvant fizikası sahəsinin anlayışı çətin olan kitablarını oxuyarkən onları dərk edirəm. Çünki bunu dərk etməyi həqiqətən istəyirəm. Kvant fizikasının öyrənilməsi mənə enerji səviyyəsində sirrin idrakını dərinləşdirməyə yardım etdi. Sirrin təlimləri ilə müasir elm nəzəriyyələrinin arasındakı tam uyğunluğu görmək bir çox insanlarda ona olan inamı artırır. İndi isə kainatın ən güclü ötürücüsünün nə üçün məhz siz olduğunu açıqlamaq istərdim. Sadə sözlərlə desək, enerji müxtəlif tezliklərə malik olan vibrasiyadır. Enerji daşıyıcısı olaraq siz də müəyyən bir tezlikdə titrəyişlər yaradırsınız. Sizin tezliyinizi isə düşündükləriniz və hiss etdikləriniz təyin edir. Arzuladığınız əşyalar da hər biri enerjidən ibarətdir və daima vibrasiya vəziyyətindədir. Hər şey enerjidir. İndi isə heyrət edəcəyiniz daha bir məqamı nəzərinizə çatdırmaq istərdim. İstədiyinizin haqqında düşünərkən və bu tezliyi şüalandırarkən siz arzuladığınızın enerjisini öz tezliyinizə keçirirsiniz və istədiyinizi özünüzə cəzb edirsiniz. Bütün diqqətinizi istədiyinizin üzərində səfərbər etdikdə siz seçdiyiniz əşyanın atomlarının titrəyişinin tezliyini dəyişirsiniz və o titrəyişləri sizə sarı gəlməyə məcbur edirsiniz. Siz kainatın ən güclü ötürücüsüsünüz. Belə ki, sizə düşüncələrin yardımı ilə enerjini toplamaq, üzərində diqqətinizi səfərbər etdiyiniz cismin titrəyişlərini artırmaq və bu şəkildə onları maqnetik cəzb etmə gücü verilmişdir. Siz arzuladığınız bir şey haqqında düşünüb onu hiss edərkən elə həmin an o tezliyə köklənmiş olursunuz. O zaman arzuladığınız əşyaların enerjisini sizə doğru çəkən dalğa şüalandırırsınız. Bu səbəblə onlar sizin həyatınızda peyda olurlar. Cazibə qanunu deyir, hər tezlik özünə bənzər uyğun olan tezliyi cəzb edir. Siz enerji maqnetisiniz. Bütün əşyaları elektrikləşdirib onları enerji ilə təchiz edərək özünüzə tərəf gəlməyə vadar edir və həmçinin özünüzü də istədiklərinizə sarı apara bilirsiniz. Hər insan öz elektrikləşdirmə gücünü yalnız özü idarə etmək bacarığına malikdir. Çünki ondan başqa heç kim onun yerinə nə düşünə, nə də hiss edə bilər. Tezliyi isə düşüncələrimiz və hisslərimiz təyin edir. Təqribən 100 il əvvəl əsrimizin son elmi kəşflərindən heç bir iz olmadığı bir vaxtda artıq Charles Enel kainatın necə işlədiyini bilirdi. Universal zəka yalnız ruhi deyil, həm də maddidir. Və bu maddiyyat həmin o cəzbedici qüvvə olub elektronları toplayır və cazibə qanununa görə onları atomlar şəklində birləşdirir. Atomlar isə öz növbəsində həmin qanunla toplanaraq molekulları yaradır.
Molekulları isə gözlə görünən formaları yaradır. Beləliklə, biz aşkar gördük ki, təzahür edən hər bir şeyin, nəinki atomların, bütün kainatın, hətta bütün dünyaların, ümumiyyətlə təsəvvürümüzdə canlandıra bildiyimiz hər bir şeyin arxasında bu qanunun yaradıcı gücü durur. Bob Proctor. Hansı şəhərdə yaşamağınızdan asılı olmayaraq sizin vücudunuzda həmin şəhəri bir həftə işıqlandıra biləcək kifayət qədər potensial enerji vardır. Bu gücü dərk edə bilmək üçün gərək özün canlı ötürücü elektrik məftil olasan. Kainat özü də canlı ötürücüdür. O hər bir fərdin həyatında qarşısına çıxa biləcək hər hansı bir vəziyyətin öhdəsindən gəlmək üçün ona kifayət qədər güc verir. İnsan zəkası universal zəka ilə qovuşanda bütün universal zəka gücünü qəbul edir. James Ray. İnsanların çoxu özlərini yalnız öz fiziki bədənləri ilə müəyyən edirlər. Lakin biz ancaq bədəndən ibarət deyilik. Hətta mikroskop altında açıq-aydın görünür ki, insanın canı enerji sahəsidir. Bununla bağlı siz kvant fizikası üzrə mütəxəssisə yaxınlaşıb soruşa bilərsiniz. Dünyanı yaradan nədir? O cavab verəcək: enerji. Yaxşı, elə isə bu enerjini təsvir edin. Belə, o heç vaxt nə yarana, nə də məhv ola bilər. O hər zaman mövcuddur və həmişə olacaqdır. Bir zamanlar mövcud olan hər şey həmişə mövcuddur. O yeni forma alır, orada yaşayır, sonra onu tərk edir. Sonra siz ilahiyyatçıya yaxınlaşıb soruşsanız, kainatı nə yaratmışdır? O cavab verir: Allah. O zaman siz Allahı təsvir edin. O həmişə var, həmişə olacaqdır. Onu yaratmaq və məhv etmək olmaz. O keçmişdə mövcud olan hər şeydə olmuşdur. Sonra yeni formaya düşür, orada yaşayır və o formanı tərk edir. Gördüyünüz kimi təsvir eynidir. Təkcə terminologiya fərqlidir. Əgər sizə elə gəlirsə ki, bir qucaq ətsiniz, o zaman bir də fikirləşin. Siz ruhi varlıqsınız. Siz enerji sahəsisiniz. Ancaq daha böyük enerji sahəsində fəaliyyətdəsiniz. Bunlar hamısı sizi necə ruhi varlığa çevirir? Buna bənzər sualların cavabı şəxsən mənim üçün sir təlimləri içərisindəki ən cəlbedici bölmədir. Siz özünüz enerjisiniz. Enerji isə nə yarana, nə də məhv ola bilər. O yalnız öz formasını dəyişə bilər. Bu sizə də aiddir. Sizin həqiqi varlığınız, sizin saf enerjiniz daima mövcud olub və olacaqdır. Siz heç bir zaman mövcud olmaya bilməzsiniz. İdrakınızın dərinliklərində bunu siz də bilirsiniz. Mövcud olmadığınızı heç təsəvvür edə bilirsinizmi? Gördüklərinizə və yaşadıklarınıza baxmayaraq yenə də mövcud olmadığınızı təsəvvür edə bilərsinizmi? Təsəvvür edə bilməzsiniz. Çünki bu mümkün deyil. Siz əbədi və tükənməz enerji mənbəyisiniz. Vahid universal zəka. Dr. Ken Haskell'in. Bunu kvant mexanikası, kvant kosmologiyası da təsdiq etmişdir. Kainatın təməlini düşüncələr qoymuşdur. Bizi əhatə edən materiya isə sadəcə bu düşüncələrin qalıqlarıdır. Deməli, kainatın mənbəyi biz özümüzük və nə zaman ki gücümüzü biləvasitə həyat təcrübəmizdən keçirərək anlayacağıq, o zaman daha böyük nailiyyətlər qazanmaq üçün öz qüdrətimizdən istifadə edə biləcəyik. İstədiyiniz hər bir şeyi yarada bilərsiniz. Öz idrak sahəmizdən istədiyimiz hər hansı məlumatı ala bilərik. Çünki kainata yayılan universal idrak elə odur. Vücudumuzun hər bir hissəsini, sağlamlığımızı, bizi əhatə edən ətraf mühiti biz özümüz yaradırıq. Hər şey sadəcə bizim öz qüvvəmizi pozitiv və ya negativ səmtə istifadə etməyimizdən asılıdır. Bu şəkildə biz yalnız öz taleyimizi deyil, kainatın da taleyini həll etmiş oluruq. Kainatın yaradıcısı bizik. Əslində insan imkanlarına heç bir məhdudiyyət yoxdur. Bizim yalnız idrak səviyyəmiz və ya öz gücümüzdən hansı səviyyədə istifadə etmək bacarığımız onlara məhdudiyyət qoya bilər. Və bu yenə də bizim düşüncələrimizin hansı səviyyədə olmasından asılıdır. Bəzi böyük mütəfəkkirlər və avatarlar kainatı Dr. Haskell'in kimi təsvir ediblər. Onlar hər bir şeyin vahid universal zəkaya daxil olduğunu söyləmişlər. Vahid zəka bütünlüklə müdriklik və mükəmməllikdir. O hər yerdə və hər şeydə eyni zamanda mövcuddur. Əgər hər bir şey vahid universal zəkadan ibarətdirsə və bütövlüklə hər yerdə mövcuddursa, bu zaman o sizin də daxilinizdədir. İzin verin bunun sizin üçün nə anlama gəldiyini açıqlayım. Bu hər hansı ehtimalın artıq mövcud olduğunu bildirir.
Gələcəyin bütün bilikləri, bütün kəşfləri və ixtiraları kainat zəkasında insan əqlinin onları nə zaman kəşf edəcəklərini gözləyən bir ehtimal kimi artıq mövcuddur. Yaradıcılarının və müəlliflərinin bunu dərk edib etməmələrindən asılı olmayaraq tarixən yaradılmış olan əsərlər və ixtiralar da kainat zəkasından götürülmüşdür. Siz bunları necə əldə edə bilmisiniz? Bundan agah olmağınız və təsəvvürünüzün möcüzəvi gücü ilə ətrafınıza göz gəzdirin. Nə qədər problem həllini gözləyir. Bu zaman əlinizdə bütün bunların öhdəsindən gələ biləcək bir ixtiranın olduğunun təxəyyülünü qurun. Sizə nə lazım olduğunu anlayın. Daha sonra isə təsəvvürünüzü işə salın. Arzuladığınızı düşüncələrinizin yardımı ilə gerçəyə çevirin. Sizə öz ixtiranızı dərindən düşünmək lazım deyil. Vahid zəka bütün imkanlara malikdir. Sizin görəcəyiniz iş sadəcə diqqətinizi son nəticə üzərində səfərbər etməkdir. Əgər həyatdan nəyisə istəyirsiniz və bu istəyi hisslərlə və inamla yaşayırsınızsa, o zaman istəyinizi mütləq alacaqsınız. Kainat tükənməz ideyalar mənbəyidir. Sadəcə sizin onları oradan çıxarıb gerçəyə çevirməyinizi gözləyirlər. Hər şey sizin idrakınızda saxlanılmışdır. İlahi zəka yeganə gerçəklikdir. Kən Əs-Sərəf. Biz hamımız bir-birimizlə bağlıyıq, sadəcə bunu görmürük. Əslində heç bir daxili və ya zahiri anlayış yoxdur. Kainatda hər bir şey bir-biri ilə əlaqəlidir. Vahid enerji sahəsi mövcuddur. Beləliklə, hansı yolu seçməyinizdən asılı olmayaraq nəticə eyni ilə qalır. Biz hamımız birik. Biz hamımız bir-birimizlə bağlıyıq. Biz vahid enerji sahəsinin və yaxud vahid ali zəkanın və ya vahid mənbənin bir hissəsiyik. Buna istədiyiniz adı verə bilərsiniz. Lakin biz hamımız birik. Cazibə qanununa hamımızın bir olduğu gözü ilə baxsanız, o zaman siz hədsiz, hüdudsuz mükəmməlliyi görəcəksiniz. O zaman digər bir insan haqqında olan mənfi düşüncənizin nəyə görə məhz sizə döndüyünü anlayacaqsınız. Çünki biz birik. Sizin özünüzdən başqa heç kim sizə ziyan vura bilməz. Çünki bunu yalnız siz öz düşüncə və hissləriniz vasitəsilə edə bilərsiniz. Sizə azad seçim imkanı verilmişdir. Lakin bunu bilməlisiniz ki, negativ düşüncələr və hisslər sizi vahid olan yaxşılıqlardan uzaqlaşdırır. Keçirdiyin hər bir mənfi hiss barəsində düşün və onların hər birinin özünün qorxu hissi olduğunu aşkar edəcəksən. Bunu isə tənhalıq və digər insanlardan uzaq olma düşüncələri doğurur. Rəqabət belə uzaqlığın bir nümunəsidir. Onun barəsində ilk düşüncənin səbəbi mental şuurdur. Çünki biz təbii sərvətlərin kifayət qədər olmadığını düşünürük. Siz nəyisə əldə etmək üçün mütləq rəqabət və mübarizə aparmalı olduğunuzu düşünürsünüz. Rəqabət apardığınız təqdirdə qalib olduğunuzu düşünsəniz belə, siz heç vaxt qələbə çala bilməzsiniz. Çünki rəqabət aparırsınızsa, bu zaman siz həyatınızın hər bir sahəsində daha çox yarışmalı olduğunuz rəqib və etiraz edəcəyiniz şəraiti cəzb edirsiniz və nəhayət bir gün mütləq məğlub olacaqsınız. Biz hamımız bir olduğumuz üçün yarışdığımız şəxs də elə özümüz oluruq. Rəqabəti ağlınızdan atın və diqqətinizi yaradıcılığa verin. Diqqətinizi yalnız öz arzularınız, öz xəyallarınız üzərində səfərbər edin və rəqabəti yaşantınızdan uzaq tutun. Kainat universal ehtiyat mənbəyi və hər bir şeyin təchizatçısıdır. Hər şey kainatdan gəlir və cazibə qanununa əsasən insanlar, şərait və hadisələr vasitəsilə sizlərə çatdırılır. Cazibə qanunu haqqında, təbii sərvətlər haqqında olan qanun kimi düşünün. Nə zaman ki siz arzunuzun ideal tezliyinə köklənəcəksiniz, o zaman istədiyiniz şərait, ideal insanlar və hadisələr özləri sizə doğru cəzb olunaraq həyatınızda peyda olacaqlar. İstədiyinizi sizə verən insanlar deyil, lakin bu yalan inanca qapılırsınızsa, o zaman çox şeydə ehtiyac duyacaqsınız. Çünki bu vaxt siz mənəvi və maddi dəyərlərin mənbəyini insanlarda və ətraf mühitdə olduğunu hesab etmiş olursunuz. Gerçək mənbə isə gözə görünməz sahədir. Sizin onu necə adlandırmağınızdan asılı deyil. İstər kainat, istər ali zəka və ya Allah olsun. Həyatdan nəyisə aldığınız zaman unutmayın. Bunu cazibə qanunu vasitəsilə özünüz cəzb etmisiniz. Lazımlı tezliyə düşərək universal mənbə ilə ahəng yaratmısınız. Hər şeyi özündə birləşdirən universal zəka isə arzuladığınızı sizə vermək üçün insanları, hadisələri hərəkətə keçirmişdir. Çünki qanun belədir. Liza Nikos.
Bizləri çox vaxt çaşdıran bədənimiz və ya fiziki görüntümüz olur. Lakin o yalnız ruhumuzun saxlanıldığı bir yerdir. Ruhumuz o qədər böyükdür ki, bütün bir otağı doldurur. Siz əbədi həyatsınız. Siz insan simasında mükəmməlliklər yaradan Allahsınız. Michael Bernard Beckwith. Bibliyada bizim Allahın təsviri və ya bənzəri olduğumuz söylənilir. Belə də deyə bilərik. Biz kainatın özünü dərk edə bilməsinin bir başqa yoluyuq. Demək olar ki, biz bütün ehtimalların var olduğu hədsiz hüdudsuz bir sahəyik və bütün bunlar gerçəkləşəcəkdir. Mövcudluğumuzun 99%-i görünməz və duyulmazdır. Siz Allahın fiziki bədəndə təcəssümüsünüz. Siz cismaniləşmiş ruhsunuz. Əbədi həyatın təcəssümü sizsiniz. Siz kosmik varlıqlarsınız. Bütün güc sizsiniz, müdriklik sizsiniz, idrak sizsiniz, mükəmməllik və böyüklük sizsiniz, yaradıcı və bu planetdə onun yaratdığı da sizsiniz. James Ray, hər bir ənənə sizə o böyük yaradanın simasından yaradıldığınızı deyəcəkdir. Bu sizin öz dünyanızı və özünüzü yaratmaq iqtidarına malik ilahi qüvvəyə və imkanlara malik olduğunuzu söyləyir. Ola bilər ki, siz bu ana qədər özünüz üçün ecazkar və dəyərli olan şeylər yaratmısınız. Ola bilər ki, yox. Elə indi düşünün, həyatın sizə verdikləri həqiqətən öz arzuladıqlarınızdırmı? Onlar sizə layiqdirmi? Əgər layiq deyillərsə belə, siz elə indi bunu dəyişə bilərsiniz. Çünki bunu etmək üçün siz hər bir imkana və gücə maliksiniz. Bütün güc daxilimizdən gəlir. Bunun üçün o bizim nəzarətimiz altındadır. Siz keçmişinizdən asılı deyilsiniz. Jack Canfield. Bir çox insanlar özlərini həyatın qurbanları hesab edirlər və hər zaman səbəb kimi keçmiş hadisələri, misal üçün onları təhqir edən valideynlərinin olmasını və ya uğursuz nigahdan doğulduqlarını göstərirlər. Lakin psixoloqların əksəriyyəti nigahların 85%-nin uğursuz olduğunu bildirir. Buna görə də sizin vəziyyətiniz heç də qeyri-adi deyil. Mənim valideynlərim spirtli içki düşkünü idilər. Atam həmişə məni təhqir edirdi. 6 yaşım olarkən anam ondan ayrıldı. Belə bir əhvalatı bəlkə də hər bir insan danışa bilər. Lakin məsələ sizin indi nə edəcəyinizdən asılıdır. Siz nəyi seçəcəksiniz? Əlbəttə siz indi bütün fikirlərinizi hələ də keçmişiniz üzərində səfərbər etməkdə davam edə bilərsiniz və yaxud diqqətinizi hazırki istəkləriniz üzərində toplaya bilərsiniz. İnsanlar arzuladıklarının tezliyinə keçdikdən sonra arzulamadıkları öz-özünə yox olur. İnsan ağlını həyatın pis üzünə köklədikdə, keçmiş uğursuzluqları və sarsıntıları dönə-dönə xatırlayaraq yaşadıqda, sanki həmin uğursuzluqlardan və üzüntülərdən gələcək həyatında almaq üçün dua etmiş kimi olur. Yəni siz öz gələcəyinizdə uğursuzluqlardan başqa heç bir şey görmürsünüzsə, o zaman onu yenidən almaq üçün yalvarırsınız və belə olduğu təqdirdə siz onları mütləq alacaqsınız. Əgər siz hər zaman geriyə dönərək keçmiş çətinliklər və xoşagəlməzliklər haqqında düşünürsünüzsə, deməli daha çətin vəziyyəti cəzb edirsiniz. Hamısını boş verin getsin. Olanlarda kimisə günahlandırıb ona kin saxlayırsınızsa, yalnız özünüzə ziyan vurmuş olursunuz. Layiq olduğunuz həyatı sizə verə bilən yeganə şəxs sizsiniz. Öz istəkləriniz üzərində diqqətinizi səfərbər edə bildiyiniz və xeyirxah hisslər şüalandırmağa başladığınız zaman cazibə qanunu sizə mütləq yaxşılıq verəcəkdir. Siz sadəcə ilk addımı atın və o bütün sehirli qüvvənizi açaraq sərbəst buraxacaqdır. Liza Nikos, siz öz taleyinizin dizaynerisiniz. Siz öz əhvalatınızı yazırsınız. Qələm sizin əlinizdədir və onunla yazılanlar sizin nəyi seçməyinizdən asılıdır. Michael Bernard Beckwith. Cazibə qanununun ən gözəl xüsusiyyəti də budur ki, hazırda mövcud olduğunuz yerdən və ya mühitdən həqiqətən düşünməyə başlamaqla xoşbəxtliyin ruhunuzla ahəngdarlığını öz daxilinizdə duymağı bacarmaqla ilk addımı ata bilərsiniz. Çünki qanun buna mütləq cavab verəcəkdir. Doktor Vitali, indi yəqin ki, siz kainatda hər şeyin hədsiz olduğuna və ya qocalmayacağınıza, əksinə cavanlaşdığınız inancına gəldiniz. Biz bu yolla cazibə qanunundan istifadə edərək görmək istədiyimiz hər şeyi yarada bilərik. Michael Bernard Beckwith. Beləliklə, siz əsrlərlə yığılan adət-ənənələrdən, mədəni və ictimai şuurdan birdəfəlik azad olaraq özünüzdə olan gücün
dünyadakı bütün qüvvələrdən üstün olduğunu sübut edə bilərsiniz. Doktor Fred Alan Wolf: Bəlkə də siz indi yaxşı, bunlar hamısı əla, amma mən bunu edə bilmərəm və ya o məni bunu etməyə qoymayacaq. Yəqin ki, fikrinizdə kimisə tutmusunuz. Bəlkə də bunu etmək üçün imkanım çatmayacaq, yaxud bunu eləməyə gücüm yoxdur və ya mən kifayət qədər varlı deyiləm deyə fikirləşirsiniz. Daima eyni, yoxumdur nəğməsi. Bu zaman elə yaradıcılığın işi də hər dəfə bu olacaq. Yoxumdur dedikdə həmin anı dərk etməyiniz və bu sözlərin nələri yaratdığını düşünməyiniz sizin xeyrinizədir. Bütün böyük mütəfəkkirlərin qeyd etdiyi və Doktor Wolf'un da dediyi kimi, mən edə bilərəm, varımdır kimi təsdiqləyici sözlər çox böyük gücə malikdir. Varımdır dediyiniz zaman onun arxasınca gələn fikirlər xüsusi təsir gücünə malikdir. Çünki bu zaman siz bunu artıq baş vermiş bir fakt kimi göstərirsiniz. Bu an siz əminliklə şüalandırırsınız. Yox, əgər siz mən yorğunam, qəlbim qırılıb, xəstəyəm, gecikdim, çəkim artıqdır və ya da mən qocalmışam kimi fikirlərlə düşünməyə başlayacaqsınızsa, cin sizə yenə də cavab verəcək. Arzunuz mənim üçün əmirdir. Artıq siz bütün bunları bildikdən sonra mənimdirin əminlik gücündən öz mənfəətiniz üçün istifadə etməyin zamanı gəlmədimi? Misal üçün, mən istədiyim hər yaxşı şeyi alıram. Mən xoşbəxtəm, mən dövlətliyəm, mən sağlamam, mən sevginin özüyəm, mən hər zaman hər yerdə vaxtında oluram, mən əbədi cavanlığam, mən hər gün çox enerjiliyəm. Charles Enel Kamil Açar Sistemi kitabında bunları qeyd edir. İnsanın istəyə biləcəyi hər bir şeyi özündə toplayan iddia qüvvəsi mövcuddur və bu qüvvə ətraf mühitlə də xüsusi ahəng yaradır. Buna səbəb odur ki, təsdiqləyici iddianın gücü həqiqət ilə ciddi şəkildə həmahəngdir və həqiqət ortaya çıxan kimi yanlışın və ya narazılığın hər hansı bir formasının yox olması labüddür deyə o əlavə etmişdir. Bax, bu iddiadır. Mən sağlamam, mükəmmələm, güclüyəm, qüdrətliyəm, sevimliyəm, mehribanam və xoşbəxtəm. Əgər istəklərinizi görünməzlikdən görünən gerçəkliyə aparmaq sizə çətindirsə, qısa yolu sınayın. Öz istəyinizi artıq gerçəkləşmiş fakt kimi görün. Bu yolla siz onu işıq sürəti ilə gerçəkləşdirəcəksiniz. Siz arzuladığınızı istədiyiniz andan etibarən o artıq bir fakt kimi kainatın ruhi sahəsindədir. Ağlınızda bir şey tutduğunuz zaman onun fakt kimi var olduğunu bilin və o şərtsiz, şübhəsiz gerçəkləşəcəkdir. Bu qanunun sizin üçün edə biləcəklərinə heç bir hədd yoxdur. Cəsarətlə öz arzunuza inanın. Öz arzunuz haqqında artıq baş vermiş bir hadisə kimi düşünün. Henry Ford daxili yanma mühərriki barəsində olan təsəvvürlərini dünyamıza gətirən zaman ətrafındakı insanlar onun dəli olduğunu və ağılsız bir xəyalın dalınca getdiyini fikirləşərək onu ələ salırdılar. Henry Ford onu ələ salanlardan daha çox şey bilirdi. O sirri və kainatın qanununu bilirdi. Bacara biləcəyini və ya bilməyəcəyini mi düşünürsən? Hər iki halda da sən haqlısan. Bacaracağınızı düşünürsünüzmü? Bu bilgilərlə siz istədiyiniz hər bir şeyə də nail ola bilərsiniz. Keçmişdə siz nə qədər dəyərli olduğunuzu anlaya bilməmisiniz. Lakin indi ali zəkanın özünüz olduğunu və vahid universal zəkadan ürəyinizin istədiyi hər bir şeyi götürə biləcəyinizi bilirsiniz. Hər hansı bir ixtiranı, hər hansı bir ilhamı, hər hansı bir cavabı və ya istədiyiniz hər hansı bir şeyi. Siz istədiyiniz hər bir şeyi əldə edə bilərsiniz. Siz təsviri mümkün olmayan bir dahisiniz. Odur ki, bunu özünüzə deməyə başlayın və əslində kim olduğunuzu dərk edin. Michael Bernard Beckwith: Burada məhdudiyyət varmı? Xeyr, heç yoxdur. Biz məhdudiyyəti tanımayan varlıqlarıq. Bizlər heç bir qəlibə sığmırıq. Planetimizdə olan hər bir insanda bacarıq, istedad, Allah vergisi və güc vardır. Bunlar isə hər hansı sərhəd tanımır. Öz düşüncələrindən azad ol. Sizin bütün gücünüz bu gücü dərk edib onu öz idrakınızda saxlamaqdan ibarətdir. Əgər siz izin versəniz, ağlınız gah o yana, gah da bu yana gedən qatara bənzəyər. O düşüncələriniz vasitəsilə keçmişə, daha sonra gələcək haqqındakı düşüncələrə apara bilər.
Elə bu zaman keçmişdə baş vermiş xoşagəlməzliklərin layihəsi gələcəyə də çəkiləcəkdir. Nəzarət etmədiyimiz fikirlər də gerçəkləşir. Onlardan agah olduğunuz zaman siz hazırda nə düşündüyünüzü bilirsiniz. Siz düşüncələriniz üzərindəki nəzarəti ələ alacaqsınız. Sizin gücünüz də elə bundadır. Yaxşı, bəs özünüzü daha yaxşı necə dərk edə bilərsiniz? Bunun bir yolu da öz-özünüzə mən indi nə düşünürəm, mən indi nə hiss edirəm suallarını verməkdən ibarətdir. Siz bunu soruşduğunuz an özünüzdən xəbərdar olursunuz. Çünki ağlınızı indiki zamana geri gətirirsiniz. Bunu hər dəfə düşündükdə siz özünüzü burada və indi anlayışına gətirmiş olursunuz. Bunu gün ərzində 100 dəfə edin, xatırlayın. Çünki sizin bütün gücünüz öz gücünüzdən xəbərdar olmağınızdadır. Michael Bernard Beckwith bu mövzunu belə yekunlaşdırır. Xatırlamağı xatırlayın. Bu sözlər mənim həyatımın da nəqarət parçası oldu. Özümdən agah olmağım və xatırlamağım hər dəfə ağlım azıb gəzməyə gedərkən məni bu günə gətirməsi üçün kainatdan yüngül bir təkan istədim. Hər dəfə bir yerimə əzdikdə, əlimdən nəsə düşdükdə və ya qəfil bir səs mənim üçün yüngül bir təkan olur. Bütün bunlar fikirlərimin yenə hardasa gəzməsini və mənə indiki zamana qayıtmağın vaxtı olduğunu bildirən bir xəbərdarlıqdır. Belə bir xəbərdarlığı alan kimi mən dayanıb özümdən soruşuram. Nə haqqında fikirləşirəm? Nə hiss edirəm? Özümdən xəbərim varmı? Bunu etdiyim an mən özümü dərk edirəm. Özümdən xəbərim varmı? Soruşduğunuz an siz bu günə geri gəlirsiniz. Özünüzdən xəbərdar olursunuz. Gücün sirri, gücün dərk edilməsindədir. Siz sirrin gücündən agah olub ondan istifadə etməyə başladıqda bütün suallarınız öz cavabını tapacaqdır. Cazibə qanununu anlayışına daha dərindən vararkən siz suallar verməyə vərdiş edəcəksiniz və bu zaman onların hər birinə cavab alacaqsınız. Bu məqsədlə siz elə bu kitabdan da istifadə edə bilərsiniz. Əgər siz hər hansı bir cavab və ya həyatınızda bir məna kəsb edən nəyisə axtarırsınızsa, sual verin. İnanın, siz mütləq bunun cavabını alacaqsınız və daha sonra bu kitabın hər hansı bir səhifəsini açın. Elə orada səhifələr özü sizin üzünüzə açılacaqdır və siz axtardığınız bütün cavabları tapacaqsınız. İşin əsli odur ki, kainat ömrünüz boyu sizə cavablar verir, lakin siz bundan xəbərdar olmadığınız üçün onları ala bilmirsiniz. Ətrafınızda baş verən hər şeydən xəbərdar olun. Çünki gününüzün hər bir anı sizin suallarınızın cavabıdır. O cavabları göndərən kanallar hədsiz və hüdudsuzdur. O qəzet başlığı kimi diqqətinizi cəzb etməklə, təsadüfən kiminsə söhbətini eşitməklə və ya radioda bir mahnı ilə, yanınızdan ötən yük maşını üzərindəki yazı ya da hər hansı bir vəhy ilə gələ bilər. Xatırlamağı xatırlayın və agah olun. Özümüzü yetəri qədər düşünmədiyimizi və sevmədiyimizi həm öz, həm də başqalarının həyatında çox görmüşəm. Özümüzə qarşı sevgisizliyimiz istədiklərimizi bizdən uzaqlaşdıra bilər. Biz özümüzü sevmədiyimiz təqdirdə sanki hər şeyi özümüzdən uzaqlara qovuruq. Nə olmasından asılı olmayaraq istədiyimiz hər bir şey sevgiyə əsaslanır. Gənclik, pul, ideal həyat yoldaşı, iş, yaraşıqlı qəd-qamət və ya sağlamlıq olsun. Bunlar bizlərə sevgi hisslərini bəxş edir. Sevdiyimiz şeyləri cəzb etmək üçün biz sevgi şüalandırmalıyıq. Bu vaxt onlar çox keçmədən həyatımızda peyda olacaqdır. Özünə hörmət edən şəxs ən yüksək dalğı olan sevgini tuta bilir. Bu isə bir çoxları üçün asan məsələ deyil. Əgər hazırda diqqətinizi ətrafınızdakılar üzərində fokuslamısınızsa, səhv addım atmış olacaqsınız. Çünki indi nəyi görür və eşidirsinizsə, bu adətən düşündüklərinizin nəticəsidir. Əgər özünüzü sevmirsinizsə, gördüyünüz hər bir şəxsdə də özünüzdə aşkar etdiyiniz çatışmazlıqları görəcəksiniz. Özünüzü bütövlüklə sevməniz üçün diqqətinizi siz təyininizin yeni bir forması üzərində toplamalısınız. Siz diqqətinizi öz içinizdə olan mövcudluğunuz üzərində toplamalısınız. Özünüzə bir dəqiqə ayırın və rahat oturun. Daxilinizdəki mövcudluğunuz üzərində fikirlərinizi toplayarkən o özü sizin üçün açılmağa başlayacaqdır. Bu saf sevgi hisslərinin duyulmasıdır. Bu mükəmməllikdir. Bu mövcudiyyət sizin mükəmməlliyinizdir. Bu gerçək olan sizsiniz. Diqqətinizi o mövcudluq üzərində səfərbər etdiyinizdə, onu hiss edərək sevdiyinizdə özünüzü sevmiş olacaqsınız.
Nə vaxt özünüzə tənqidi nəzərlərlə baxsanız, elə həmin andaca diqqətinizi içinizdəki mövcudluğunuz üzərinə toplayın və bu zaman mükəmməllik özü sizə açılacaqdır. Bunu edən kimi həyatınızdakı çatışmazlıqlar yox olacaqdır. Çünki çatışmazlıqlar bu varlığın işığında var ola bilməz. Siz mükəmməl görmə qabiliyyətinizin olmasını, sağlamlığınızı bərpa etmək, yoxsulluğu zənginliyə çevirmək, qocalığı, degenerasiyanı və ya hər hansı bir neqativliyin kökünü kəsmək istəyirsinizsə, içinizdəki mövcud olan varlığınız üzərində fikirlərinizi cəm edib onu sevin. Kamillik o zaman görünməyə başlayacaqdır. Mütləq gerçək odur ki, mən kamil və tamdır. Əsl mən mənəviyyatdır. Ona görə də o heç bir zaman mükəmməllikdən aşağı pillədə dura bilməz. Heç bir zaman hər hansı bir ehtiyac duya bilməz. Sirlərin qısa məzmunu. Hər şey enerjidən ibarətdir. Sizin canınız enerjili maqnit sahəsidir. Odur ki, enerjili hər bir şeyi elektrikləşdirərək özünüzə doğru çəkirsiniz və istədiyiniz hər bir şeyə çatmaq üçün də özünüzü elektrik enerjisi ilə təmin edirsiniz. Siz mənəvi məxluqsunuz. Siz enerji sahəsisiniz. Enerji isə nə yaranar, nə də məhv olar. O yalnız öz formasını dəyişə bilər. Buna görə də sizin gerçək varlığınız hər zaman olmuşdur və olacaqdır. Kainat bir fikirdən yaranıb. Biz yalnız öz talelərimizin deyil, eyni zamanda kainatın da müqəddəratının yaradıcılarıyıq. Məhdudiyyət tanımayan ideyalar mənbəyi sizin üçün əlçatandır. Gələcəyin bütün bilikləri, bütün kəşfləri və ixtiraları hazırda universal zəkada bir ehtimal kimi mövcud olub, insan zəkasının onu nə zaman gerçəkləşdirəcəyini gözləyir. Siz artıq hər şeyi öz idrakınızda saxlamalısınız. Biz hamımız bir-birimizlə bağlıyıq. Biz hamımız birik. Keçmişinizdə baş vermiş xoşagəlməzlikləri, mədəni və ictimai şuuru bir kənara qoyun. Layiq olduğunuz həyatı sizin üçün yarada bilən yeganə şəxs sizsiniz. Arzularınıza çatmağın qısa yolu mütləq istədiklərinizi bir fakt kimi görməyinizdədir. Sizin gücünüz sizin düşüncələrinizdədir. Bundan agah olun. Başqa sözlə desək, xatırlamağı xatırlayın. Sir həyat üçün. Neil Donald Walls, yazıcı, beynəlxalq səviyyəli mühazirəçi və mənəvi carçı. Allahın səmada elə bir yazı lövhəsi yoxdur ki, sizin həyatdakı məqsədlərinizi və amalınızı oraya qeyd etsin. Elə bir yazı lövhəsi yoxdur ki, orada deyilsin. Neil Donald Walls, yaraşıqlı oğlan, 21-ci əsrin ilk yarısında yaşamış və s. Bu zaman burada var olmağımın və nə etdiyimin səbəbini anlamağım üçün görə biləcəyim iş yalnız bu lövhəni tapmaq və orada Allahın mənim üçün əmr etdiklərini öyrənməkdən ibarətdir. Lakin belə bir lövhə mövcud deyil. Beləliklə sizin məqsədiniz və amalınız sizin deyəcəklərinizdir. Sizin missiyanız özünüzün təyin edəcəyiniz missiyadır. Həyatınız onu yaratdığınız kimi olacaqdır və heç bir kəs sizi buna görə mühakimə etməyəcəkdir. Siz öz həyat lövhənizi istədiklərinizlə doldurmalısınız. Əgər onu keçmiş təcrübələrinizlə artıq doludursa, onları silin. Sizə köməyi dəyməyən keçmişinizi bütünlüklə silin və bu nöqtəyə yeni bir başlanğıca çatmağa yardım etdiyinə görə ona təşəkkür edin. Qarşınızda təmiz bir lövhə vardır və siz hər şeyi yenidən elə burada və elə indi başlaya bilərsiniz. Öz səadətinizi tapın və onu yaşayın. Jack Canfield. Bu anlayışa gəlməyim üçün mənə çox illər lazım oldu. Axı mən müəyyən olunmuş şəkildə yaşamalı olduğum və bunlardan kənara çıxacağım təqdirdə Allahın məndən razı qalmayacağı fərziyyəsi ilə böyümüşəm. Nə zaman ki mən həqiqi amalımın sevinç hissləri ilə yaşamalı olduğumu anladım və yalnız o zaman həyatımda fərəh gətirəcək hadisələr baş verdi. Mənim bir deyimim var. Əgər bu səni şad etməyəcəksə, onu etmə. Neil Donald Walls. Fərəh, sevgi, azadlıq, xoşbəxtlik və gülüş. Hər şey budur. Əgər siz bir saat oturub meditasiya etməkdən həzz alırsınızsa, elə bunu da edin. Yox, əgər sən kalbasa buterbrodundan daha çox ləzzət alırsansa, o zaman onunla məşğul ol. Jack Canfield. Mən pişiyimi əzizləyərkən çox şad oluram. Mən təbiətdə gəzintiyə çıxdıqda çox böyük zövq alıram. Mən daima belə halları yaşamaq istəyirəm və buna da nail oluram.
Sonra isə edə biləcəyim yalnız bir şey qalır. Bu da arzularıma və gerçəkləşdirmək istədiklərimə doğru can atmaqdır. Sizə sevinç hisslərini bəxş edən sevdiyiniz işlərlə məşğul olun. Əgər sizi nəyin sevindirəcəyini bilmirsinizsə, o zaman özünüzdən bunu soruşun. Məni sevindirən nədir? Siz onu tapıb duyan kimi sadəcə fərəh şüalandırdığınız üçün cazibə qanunu xoş hadisələri, xoş insanları, istədiyiniz şəraiti və imkanları sel kimi üzərinizə axıdacaqdır. Doktor Ken Hackelin: Həqiqətən mənəvi xoşbəxtlik uğurun rəhnidir. Elə indi şad ol, elə indi fərəh hisslərini duy. Sizin etməli olduğunuz yeganə iş bax budur. Əgər bu kitabı oxumaqla yalnız bu fikri qavramısınızsa, deməli sirrin böyük hissəsini artıq anlamısınız. Doktor Ken Gray: Sizi sevindirən hər bir şey daha çox sevinç cəzb edir. Siz indi bu kitabı oxuyursunuz. Öz həyatınıza onu siz gətirmisiniz. Əgər o sizə xoş hisslər yaradırsa, ondan nəyisə götürmək və ya istifadə etmək sizin öz seçiminizdir. Əgər xoş hissləri duya bilmirsinizsə, onu sadəcə bir kənara atın. Sizi ruhlandıran, ürəyinizi vəcdə gətirən başqa bir şey tapın. Sirlə bağlı biliklər artıq sizə verilmişdir. Bununla nə edəcəyiniz isə bütünlüklə sizin öz əllərinizdədir. Nəyi seçməyinizdən asılı olmayaraq onların hər biri doğru qərardır. Bu biliklərdən istifadə edib etməyəcəyiniz isə sizin öz seçiminizdir. Seçim hüququ hər zaman sizdədir. Arzularınızı takib edin və bu zaman kainat üzünüzə əvvəllər divar olan yerlərdən belə qapılar açacaqdır. Liza Nikos: Öz xoşbəxtliyinizin ardınca getdiyiniz zaman siz səadət dolu bir məkanda yaşayırsınız. Siz kainatın bolluğunu özünüz üçün açırsınız. Öz həyatınızı sevdiklərinizlə paylaşırsınız və sizin təəssüratınız, xoşbəxtliyiniz ətrafınızdakılara da sirayət edir. Doktor Vitali: Demək olar ki, gün ərzində bunları edirəm. Mənə sevinc, şövq və ruh yüksəkliyi verən hisslərin ardınca gedirəm və hər bir günüm bu cür davam edir. Bob Proctor: Həyatdan zövq al, çünki həyat qeyri-adidir, bir sərgüzəştdir. Mary Diamond: Siz bir başqa gerçəkliyi, bir başqa həyatı yaşayacaqsınız. İnsanlar sizə baxaraq düşünəcəkdir. O nəyi ilə məndən fərqlidir? Yeganə fərq isə yalnız sizin sirdən istifadə etməyinizdədir. Maris Goodman: Digər insanların bunları sizin üçün imkansız hesab etmələrinə baxmayaraq, siz indi istədiyiniz şəxsə çevrilmək və istədiyiniz hər şeyə malik olmaq iqtidarındasınız. Biz indi həqiqətən yeni eraya qədəm qoyuruq. Ulduz yolu filmində də deyildiyi kimi, son sərhədin kosmos deyil, zəka yolunun olduğu bir eradır. Mən gələcəyi məhdudiyyət tanımayan imkanlar və sonsuz potensial kimi görürəm. Yada salın, biz insan əqlinin yalnız 5%-ni istifadə edirik. Düzgün təhsil nəticəsində isə bu 100%-ə çata bilər. Bütün insanların öz mental və emosional potensiallarından istifadə edə biləcəkləri bir dünyanı xəyal edin. Biz arzuladığımız hər yerə gedə bilərik və hər şeyi edə bilərik. Biz arzuladığımız hər şeyə nail ola bilərik. İndi ecazkar planetimizdə tarixin ən həyəcanverici dövrü başlayır. Biz indi insanın bütün fəaliyyət sahələrində, bütün mövzularda imkansızın necə mümkün olmasını görüb duyacağıq. İmkansızlıq haqqındakı bütün düşüncələrimizi özümüzdən uzaqlaşdırdıqdan sonra bizim üçün heç bir məhdudiyyətin olmadığını biləcəyik və idman, tibb, incəsənət, texnologiya, elm və yaradıcılığın bütün sahələrində özünü göstərən insan zəkasının sonsuz imkanları ilə tanış olub onu hiss edəcəyik. Möhtəşəm olduğunuzu qəbul edin. Bob Proctor: Təsəvvür edin ki, siz istəyə biləcəyiniz hər bir şeyə maliksiniz. Bu barədə bizə hər bir dini kitab, yer üzündə yaşamış nəhəng filosofların hər bir elmi əsəri, həmçinin hər bir dövlət xadimi və dini rəhbər tərəfindən xəbər verilmişdir. Keçmişə müraciət edin və hər bir müdrik mütəfəkkiri araşdırın. Onlardan bir çoxunun adı bu kitabda sizə təqdim olunmuşdur. Onlar hamısı yalnız bir şeyi, sirri bilirdi. İndi isə bunu siz də bilirsiniz. Sirdən nə qədər çox istifadə etsəniz, onu daha yaxşı anlaya biləcəksiniz. Sir sizin içinizdədir. Bu gücdən nə qədər çox istifadə edirsinizsə, onu bir o qədər çox cəzb edirsiniz və sonunda elə bir nöqtəyə gəlib çıxırsınız ki, bu qüvvəni sınaqdan keçirməyə belə ehtiyacınız olmayacaq. Çünki siz özünüz güc, mükəmməllik, müdriklik, fəhim, sevgi və sevinç qazanacaqsınız. Liza Nikos: Siz həyatınızdakı
Kəsişmə nöqtəsinə yaxınlaşmısınız. Çünki içinizdən gələn səs daima sizə deyir: "Sən xoşbəxtliyə layiqsən." Siz bu dünyaya nəyisə gətirmək və ona dəyər qatmaq üçün və ya sadəcə bu gün dünən olduğundan daha yaxşı, daha böyük biri olmaq üçün gəlmisiniz. Başınıza gəlmiş hər bir hadisə, keçirdiyiniz hər bir dəqiqə sizi bu ana hazırlamışdır. Bundan sonra bildiklərinizlə artıq nələr edə biləcəyinizi təsəvvür edin. Siz artıq öz taleyinizin yaradıcısı olduğunuzu, daha çox nailiyyətlər qazana biləcəyinizi, daha böyük bir insan ola biləcəyinizi və yalnız öz varlığınızla nə qədər insana səadət bəxş edə biləcəyinizi anlamısınız. Siz indi nə edəcəksiniz? Bu anı necə dəyərləndirəcəksiniz? Heç bir kəs nə sizin rəqsinizi oynaya bilər, nə də şərqinizi söyləyə bilər. Həmçinin hekayənizi də heç kəs yaza bilməz. Siz kimsiniz? Siz nə edirsiniz? Hər şey buradan başlayır. Həyatınızda nələri yaşamağınızdan asılı olmayaraq mən sizin nə qədər böyük və möhtəşəm olduğunuza inanıram. Bu sizin özünüzü nə qədər gənc və ya qoca hesab etməyinizə heç bir dəlalət etmir. O anki siz yaxşıca düşünəcəksiniz, o zaman dünyadan daha əzəmətli olan güc, içinizdə var olan güc özünü biruzə verməyə başlayacaqdır. Həyatınızdakı bütün üstünlük onun əlinə keçəcəkdir. O sizi qidalandıracaqdır. O sizi geyindirəcəkdir. O sizin bələdçiniz, himayədarınız, yönləndiriciniz və varlığınızın dayaq nöqtəsi olacaqdır. Təbii ki, siz ona izin versəniz. Buna əminəm. Mənim biliyim bax budur. Yer kürəsi öz orbitində sizin üçün dövr edir. Okeanlarda çəkilmə və qabarma sizin üçündür. Quşlar sizin üçün cəhcəh vurur. Günəş sizin üçün çıxır və batır. Ulduzlar sizin üçün sayrışır. Gördüyünüz hər bir gözəllik, duyduğunuz hər bir heyrət hamısı sizin üçündür. Ətrafınıza nəzər salın. Heç bir şey siz olmadan mövcud ola bilməz. Özünüz kim olmağınız barəsində nə fikirləşdiyinizdən asılı olmayaraq, siz indi əsl gerçəyi, əslində kim olduğunuzu bilirsiniz. Siz kainatın sahibisiniz. Siz bu krallığın vəliəhdisiniz. Həyatın kamilliyi sizsiniz. İndi siz sirri də bilirsiniz. Qoy həmişə səadət sizinlə olsun. Bu sirr olub keçənlərin, hazırda baş verənlərin və gələcəkdə olacaqların cavabıdır. Sirlərin qısa məzmunu. Siz arzuladığınız hər bir şeyi taleyinizin yazı lövhəsində yazmaq imkanı əldə etmisiniz. Sizə yalnız bir işi görmək düşür. Özünüzü elə indi xoşbəxt hiss edin. Daxilinizdəki gücdən nə qədər çox istifadə etsəniz, onu bir o qədər çox özünüzə sarı çəkə biləcəksiniz. Öz möhtəşəmliyinizi qəbul etməyinizin zamanı gəlib çatmışdır. Biz indi yeni, ecazkar bir eraya qədəm qoymuşuq. Bizə məhdudiyyətlər qoyan, düşüncələrimizdən azad olduqdan sonra yaradıcılığın bütün sahələrindən insan gerçəkliyinin əsl qüdrətini duyacağıq. Sevdiyiniz işləri görün. Əgər sizə nəyin sevinç gətirdiyini anlamırsınızsa, o zaman özünüzdən soruşun. Məni nə sevindirir? Və siz onunla maraqlandıqca, ondan zövq aldıqca, sevinç hissləri şüalandırdığınız üçün özünüzə sevinç bəxş edən daha çox şeyi cəzb edəcəksiniz. Artıq siz sirrə yiyələndikdən sonra ondan necə istifadə edəcəyiniz öz əlinizdədir. Verəcəyiniz bütün qərarlar doğrudur. Bütün güc, qüdrət sizin əlinizdədir. Beləliklə, əziz dinləyicilər, Sir kitabının sonuna gəldik, çatdıq. Bir kitabı beləcə səsləndirmiş oldum. Bu mənim YouTube kanalımda səsləndirdiyim ilk kitab oldu. 5 hissədən ibarət bölmələrdə bu kitabı tam oxuyaraq səsləndirdim sizin üçün. Bacardığım qədər sizi yormadan səsləndirmə etməyə çalışdım. Bunu mütləq şəkildə qeyd edim ki, heç asan deyildi bir kitabı başdan sona tam oxuyaraq səsləndirmə etmək, amma bunu sevərək etdim. Asan deyildi, amma mümkünsüz də deyildi. Yetər ki, biz bir şeyi istəyək və hədəf qoyaq, bacara bilməyəcəyimiz heç nə yoxdur. Ola bilər ki, bir-iki adı tələffüz edərkən kiçik tələffüz səhvləri olmuş ola bilər. Ancaq nəzərə alaq ki, həm ingilis dili dərsində deyilik, həm də əsas məqsəd kitabın məzmununu, fikirləri və sirrin açılmasını sizə çatdırmaq idi. Beləliklə siz artıq sirdən agahsınız. Bunu həyatınızda tətbiq edərək bütün gözəllikləri, sevgini, möhtəşəmlikləri, bolluq, bərəkəti həyatınıza çəkməyi sizə arzu edirəm və əməyin qarşılığı olaraq
Kanalıma abunə ola bilərsiniz, bildirimləri aça, videoya şərh yaza və videonu bəyənə bilərsiniz. Uğurlar arzu edirəm həyatınızın hər bir nöqtəsində hər birinizə. Növbəti kitab səsləndirilmələrində görüşənədək sağlıqla qalın.